Avropa istiqamətində Avropada nəsə belə bir Çindəki kimi vəziyyət yaransa, vizanı yüngülləşdirsələr və yaxud da tam ləğv eləsələr, bizdən Azərbaycandan axını olarmı ora? Əslində o biraz siyasi motivdir, amma yəni belə deyək də, onsuz da dövlətimizin uğurlu siyasətindən görürük ki, il-ildən vizasız ölkələrin sayı artmaqda davam edir. Yəni bu olsa əlbəttə ki, daha çox axın olar, insanlar daha çox maraqlı olar. Viza prosesinin çətinliyi ilə bağlı əslində belə deyək, bizə Allah Taala da buyurub, hər çətinliyin sonrası bir rahatçılıq var. Yəni belə deyək, o çətindir, amma yəni oranı gedib görməyə dəyər. Əslində dəyər, bəli, tamam fərqli bir şey. Çətin proses deyəndə, yəni agent insan belə deyim, daim səyahət edən adam fərqlidir, amma səyahət eləməyən adam üçün o sənədlərin yığılmasıdır, sənədlərin sıralanmasıdır falan. Bu biraz çətin proses kimi gəlir.